Babyler, kızlar nasılsınız? Ben geldim, qablarımı yudum. 4-5 yer qab yumuşam. Bu aralar ortalıqda yox idim. Bəzi səbəblərə görə. Deməli düşündüm ki, nə edeyim? Aş edeyim. Aşım belə toyuğun dərisini soydum. Qəşəng duz, istiot, ədviyyatlarını qatdım. Qəşəng bunu qızardacağım. Biraz qızardacağım. Pişmişi təmizlədik. Bu da düyüdür. Düyünü də bir damla suya koydum. Az eləyəcəm çünki çox eləyəndə məndə nəsə dadsız alınır. Evet, təmizlədim. Bilmirəm, yaxşı təmizlədim yoxsa yox. Olmayıb. Toyuğu altına düzəcəm ki, yaxşı olsun. Düyünün suyunu koymaq istəyirəm. Qazanım yanıqdır. Gərək özümə bir dənə balaca qazan alım. Balaca qazanlarım var, prosto onunla yerləşməyəcək. Aş qazanını eləmək istəyirəm. Belki başqa qazana tökərəm. Birdən çatmaz. 2 dənə belə qazanım var. Dəst olmuşam. 2-3 dənə qazanlardan var. Bax, xaladenikdə də yığışdırmışam. Xaladenikdə hər şeyi attım. Sərdən xaladenik yığışdıram. Ondan sonra kosmetika yerimi yığışdırıram. Nə qədər şey atmışam bu gün evdən. Yer hər yerdədir. Çünki evdə təmizlik işlərində məşğulam. Baxın. Qəşəng yığışdırdım. Çox şey də attım. Tanalilərim bu qədər qaldı. Bu kadar. Tanaliləri də atmışam. En sevdiğim tanali. Bunu Türkiye'den almışdım. Ona göre çok almışdım diye var hələ. Hələ bu ikisini atmamışam. Baxın, içindən başka renklərdə. Tanaliləri də evdən attım. Bəzi şeyler təz almışam. Bu arada maşından pul tapdım. Maşın yanından pul tapdım. Gördüm barabandadır. Gəplər də var. Sudur bunlar. Koymuşam kurusun. Özüm üçün belə mixək suyundan saçı uzatmaq üçün yenə sprey düzəltmişəm. Bu arada içində bir dənəsi də var. Adı yadımdan çıxıbdı. Yadıma düşsə deyəcəm. Belə qızlar. Bu aralar kosmetika zat heç nə istifadə etmirəm deyə heç nə almıram özümə. Belə. Buraların hamısını yığışdırım. Görək başımıza nə gəlir. Bir an otağını da yığışdırmalıyam. Durub. Hər yerdə durub. Axşamından biri yatmışam. Bunu da paltalarını gətirib ora atmışam. İndi yığışdıracağım. Düşünürəm oralarda yığışdırım. Çox şey var ya. Bir dənə aşağı eləyim. Pişmişi də yuduq. Süzgəçimizi də qoyduq. Suyumuzun qaynamasını gözləyirik. Bu boyda qazanım. Qazanım yanıbdı qızlar. Bunu da bir damcı deyə dəsənin hamısını qızardırıq. Bu da düyümüz. 2 nəfərlik düyümüz. Toyuğum çoxdur bala bu. Bunun altına geçək düzəcəyim. Bu arada mən aşın qazmanı çox qəşəng düzəldirəm. İndi düzəldəcəm. Görərsiniz. Əslində yadımdan çıxıbdı. YouTube'dan kömək alacağım. Allah bu YouTube çıxardan. Yəni uzun ömür versin, can sağlığı versin. Da həmişə zeytun yağından edirəm bütün yeməklərimə. Allah şahidimdir ki 20-24 manat alıram. Amma dedim qaynanan bahalı yağ veribdi. Bu gün olar. Mesela bu yağdan istifadə edir qaynanan. Çox bahalıdır. Bir də bunun sarısını. Hə. Bu toyuğun tüküdür. Gördüğünüz kimi kət yumurtası da şərdən eləmirəm. Qatıq elə bir yoxdur bacı. Mən bu arada Milan qatığını istifadə edirəm. 7-8 manat alıram. Deyən 3 manata git qatıq aldığını özü kimi göstərirsin. Amma dadı qəşəng olur. Bu arada kızlar
un qatırdılar. Hatta yadımdan çıxıb. Nə vaxt aşı eləmirəm. Gezikalı vereyim. Bir yoxdur. Qatığımız da olmasa smetanla da hazırlaya bilərik. Əgər olmasa. Bir qatıq var, yoxsa yox. Onu da ehtiyatdan çıxardım. Bəlkə onda vururlar. Yoxa vurmurlar. Vururlar. Yararsız qaldım. Önce toyuğun altını söndürüm. Söndürüm. Çok işlerim. Bu arada özüm de deyə demirəm. Həmişə yeməklərim dadlı çıxır. Bu da gərək az eləyim. Görürsünüz ki, əlimin ayarı yoxdur. Çox eləyirəm ya duzda eləyirəm. Əsəbi vaxtım olanda, keyfim olmayanda yaxşı edim. Qaşıq qabı 3-4 tane almışam, qoyum olsun. Hər biri də yadımdan çıxır. Kızlar qatıq əlavə elədim. 3 dənə yumurta, duz, istiot. Yəni zövqə görə də, yəni biraz un. İndi pişsin, düyünü də əlavə edib altını əlavə eləyəcəm. Biraz aşağı xodda qoyacağım. Bəzi insanlar qazana töküb biraz gözləyir ki, qızarsın. Mən bunu tökən kimi aşıda tökürəm. Qəşəng qazmalı olur. Bəzi insanlar da belə stəkana fırladırlar, belə yumru çıxsın deyə. Belə məsəl üçün. Belə toçkalar qoyurlar qızarmanına qədər. Nə eləmir, pişəndən sonra kəsir. Belə. Burada qızlar, yenə də deyirəm, evdə nə varsa ondan eləyirəm. Daha marketə gedib şabalıqca da almadım. Baxın bu şəkildə. Bunu da içine əlavə elədim. Düyü çox özüm az almışdım. Belə çox görsənməyinə baxmayın. 2-3 boş qap var burada. Birazını da bura əlavə elədim. Daha çox su almadım. Amma yox, yaxşıdır. Bölüşəcəm də axır əvvəl sizinlə. Görək necə çıxıb. Kişniş də düşmüşdü. Bu şekilde temizleyip içine əlavə elədim, yudum, qurutdum. Süzürəm də. Bilmirəm da yaxşıdır, amma düyün nə qədər az belə qaynasa yaxşıdır. Çünki duz da əlavə eləmişəm. Bir ara duz əlavə eləməmişdim. Şimşə çıxmışdı. Qaynanam dedi ki, aşın çox şitdi. Sonra yadıma gəldi ki, mən bunu duz əlavə eləməmişəm suyuna. O kadar təsdirlər olub ki, ya yağ qatmıram, ya duz qatmıram. Bu aralar hər şey yadımdan çıxırdı. Amma indi düppədüz eləmişəm. Məncə bəsdir. Bəsdir seçirdim. Bu da bu şəkildədir. Bunda altına düzəcəm. Ya da ortasını düzəcəm. Altını yox. Mən mamam hamısını salafanına qoyur. Aşın altını yığır. O da çox ləzzətli olur. Mamam da deyə demirəm, aşı çox dadlı olur həqiqətən. Bəsdir. Bu şəkildə elədim. Gözlük qazma hazırdır. Aşı töküm. Biraz da ortasına bunu yığ. Kızlar bu şəkildə oldu. Bir qaşıq düyüm qaldı. Onun üstüne tökəcəm. Biraz da sarı kök əlavə eləyəcəm. Qoxusu möhtəşəm gəlir. Ne kadar az, o kadar yaş. Bakın qazım nə boydadır, aşım da buradan. Bu arada markette İran yağlar var. Burada ətrafım kimdən soruşam deyir, bu yağ nə gözəldir, bu yağ nə gözəldir. Yəni dost tanışlarım hamısı yağdan istifadə edir. Deyirlər çox qəşəngdir. Bugün qızı bizə gələndə də dedi, o yağ nə gözəldir, nə gözəldir. Amma mən bunun qoxusunu sevirəm. Düzdür. Almıram.
Çünki mən ancaq zeytunundan istifadə edirəm deyə deyirəm birdən bunları öyrəşərəm. Belə nazik kəsim. Bu qədər bəsdir. Qaynanam olsaydı bu qədər qatardım. Mənim qaynanam yağı yeyir. Vallahi yeyir. Belə. Bu bəsdir. Qısıq edeyim. Bu saçımız azdır. Və qabları yağ. Qab budur. Bir damcı aşım vardı. Onu da tökmüşəm bura. Budur. Bir də budur. Yok kuyula. Atama zengeliyim ki zenceden pişirmişim. Sürpriz. Zengeliyim atama. Yaşa turşu xiyarı olan. Turşu xiyarı. Ne oldu? Bebeğim. Saçsızsa çok geçersiniz. Kızlar bahçeye gelen uşaqlar belə olur. Bebeğim. Deyən kimi. Bebeğim uzanmışsın. Ne kurtulma. Ha, deyip bak. Miranda ama uşaqlıq vaxtına kimi. Başımıyor. Anne. Bak. Yok. Bak. Bu kimdir? Bebe. Saçın varsa. Qorxuram biraz saç dara çıxarır. Dəli olaram. Başımış. Buraya baxım. Necədir? Baktım. Etcə qaynardı gözü soğusun. Oçdu bir nəfər. Kızlar bu arada qazmamı göstərim. Ət o qədər yaxşı pişib ki şeydir. Qazmam biraz nazik çıxıbdı. Çünki aşım azdı deyə. Bax qazmam həmişə bax belə qəşəng çıxır. Şey çox tatlıdır. Qazmaya da nələr qatmamışam. Səbirsiz. Miran yeməyim necədir? Bu ne? Belə niye? Ben bildim sen niye belə edirsən. Miran yadımdan çıxıb kızlar. Bundan yemir. Necə aşı yemir. Aşı da ya. Murat deyib ki uşağı yatızdır. 2 dəqiqə söhbət edir. Bu da saat 9'da yatıbdı. Saat 1'de Murat geldi. Sakin dur. Açacağım. Açık da aşkım. Murat ağzını doldururdu diyecek. Şöyle yanlıydı da söndü. Ne oldu ay Murat? Rencin qaraldı. Yatmamışsın sen. Öpüm. Sen öpüm. Ay Murat. Niye öpmüşsün? Murat mən bir de aşkım de. Niye öpmüşsün? Murat mən aşkım de. Aşkım. Yok. Miran ben sen neyine? Aşkım. Murat de ürəyim sen. Mama mənim ürəyimdir. Miran. Ay Miran. Mən açıq Teze deyim. yatmamıştın. Yatır mısın? Murat ürəyimdir. Yüreğim. Miran ben sen neyine? Baba. Miran ürəyimdir nə? Atı mən ürəyim deyir, sən demirsən? Mama sen neyindi? De ürəyim. Neyin? Murat çok Murat. Sarhamamı sürdürdüm, geldim gördüm ki Miran burada yatıbdı. Uşaqlıqdan həmişə də yerdə yatır, gəlib götürür. Gördüm səsi gəlmir dedim, bir dənə qoyacağım buna baxım. Gördüm yatır. Aparım yerinə koyum. Atası getdi formasını geyindi, balası qaça geyindi. Murat, Var. sen forma giyinen kimi bir şey Şey vereyim. Bana bak. Oo, Miran hoş gelir bundan bak. Ne balacaq yardı? Oo, hıyar. İşte ye. Ataya da Ne bir. dedi? Bak. Hıyar bak sen ye. Hadi sen hoş değilsin bak. Hıyar da kaldık nasıl gel vereyim ama sen şu ondan da. İşte mi? Sen. Çay. Yaxşı, anası çay ver. Murat nasıl soruşur niye aşıyor? Olmaz. Xiyar istəyir də Murat verir. Bayağı verdim de istemedim. Murat sen saçı böyle eləyirdin. Eləyəsən. Sabah. Həqiq deyirsən, hə? Ben de saçımı belə eləyim. Onda saqqalını biraz azaldarsan.
Tam böyle de yoktu da. El təzə eləyəm çıxmır səs vəbşi. Ben qatlar değilim. Qatlar fason elədi o köhnə Hə, kimi. adı tökülür əsasın. Hə? Kimin fikrini çəkirsən? Hə? Aş necədir sən Allah. Mənim şey belə az eləyəndə dadlı çıxır hə? Burası kameranı görəndə əsəb. Anne danış da. Aa. Yeməmiz gəl. Sən danış oğlum. Mən sən nəyinə? Yok. Murat mən sən nəyinə? Ürəyim. Gördün aydın dedi. Murat mən sən nəyinə? Ürəyim. Başqa? Başqa? Papa. Murat aşkım sözün deyə, bax rahat deyir. Aşkım. Aşkım. Açık. Ama sen açkınım. Aşkım. Aşkım. Bu yemeğine bak. Olmaz, çox olmaz da bəsdir. Hadi. Lo lo lo. Şo şo şo. Bizim komanda. Lo lo lo. Şo şo şo. Bizim komanda. Ben vurmam ana. Ben daldım da ondan. Ağzına biraz uduza gedirik. Attım. Attım. Ne diyor? Lo lo lo. Şo şo şo. Sen oku. Attım. Lo lo lo. Şo şo şo. Attım. Etçe vereyim. Ne? Vur. Yılbaşım. Ne oldu buzları el hərəkətdə? Bu hardan örəcək? Attım. Necə eləyirsən onu? Hə? Necə vurdun atana? Nə saxtarıcı? McGregor da bu, McGregor. Allah ki, nə saxtarıcı başıma Ama çıxır. oran yumruq. Ha! Yumruq ağrıdı. Batsokun başına vurdu. Ağrıdı. McGregor. Ağlama, ağlama. Ağlayırım Murat. Ağlama bəbəm. Bəbəm ağlama. Dişində nəsə öyle taktı orada. Nəsə taktığının ağzında. Bəbəm. Ha? Ne var ağzında? Düyün. Murat. Miran, onu düşürt Murat. Oradan kaç atan başına çık. Dırmaş yukarı. Eli yukarı vur. Eli yukarı vur düş. Eli yukarı vur. Yukarı vur eli. Kalk kalk biraz kafa git Murat. Eli yukarı vur. Yukarı vur. Yukarı vur korkma. Yukarı vur düş aşağı. İndi düş aşağı kaç. Kaç. Düşür. Tez. Eli oraya vur. Kaç atan kuzuna kaç. Kaç. Eli yukarı vur. Çık oraya yukarı çık. Değil mi ama ne tanış. Düş aşağı indi düş. Miran yok Murat yoruldu. Ölürüm. Ben de gülüşüm öpüyorsan da pensiye düşürdüm. Tamam. Ne vardı? Ay. Ama sen McGregor'san. Ha? McGregor'san. Derçe kaçtım diye vurdum. Murat pörttü neysen bala. Yapabilir. Oynama bala. Bir tane sepimiz kaldı. Öyle merak şey. Olan kalan bir tane şey olur. Satılası bir şeyimiz var. Oy. Ereme. Oğlum bu sağ olun. Çöle de vur. Çöle vursan. Oy çel. Çel oğlan. Oy çöle de vur. Ne var? Vur. Kaşı vurdum. Eli vur kaç. Möhkəm kaç. Tepi vur tepi. Ay bu ne sırdı. Bir andan bacara seni. Sırdı hep oynum abi. Nağırım neynim. Acızdı. Sabah.
üçün yazır Murat oğlan istəmir də qız istəyir. Bilir ki böyüyəndə döyüb öldürəcək. Elə olar da şah. Ana öyrətdiyi kimi tez ol. Bütün gün anan necə deyirsən? Tez ol möhkəm. Deməyi yıxdın küsundan. Tez ol, yorulmaq yoxdur. Qaç. Tez gəl. Güclü gəl. Hoppan başından bir dənə vur. 1, 2, 3. Kəllə vur, kəllə. Kəllə vur. Ala başı. Bugün gözəl yoldaşımın partneridir. Yakışıklı kocam. Yedi saçım vurdurdu, Miran oxşadır özünə. Gəldik şirniyyatdan çay içməyə. Qızlar gəldik, çay içdik. Şirniyyatdan. Demişdim ki şirniyyat yeməyəcəm, yenə başlamışam. Qızlar nə yiyeyim? Şirniyyat yeməyəndə xoşbəxt ola bilmirəm. Şirniyyat mən belə bir də mən xoşbəxt eləyən insan varsa biri Muratda, bir də şirniyyat. Həqiqətən mən şirniyyat xəstəsiyəm, yəni əl çəkə bilmirəm. Ona görə də arıqlaya bilmirəm. Bu arada deməyim alınmayacaq. Bir şey eləmək istəyirəm. Gəlmişdik o maraqlanmağa. Sərdən axtarışlar. Və deməyəcəm nə olduğunu. Məni tanıyanlar, yaxşı tanıyanlar bilər ki, nə istəyirəm. Amma deməyəcəm nə oldu. Demişəm, demədim. İnşallah alınar. Bəlkə eləyib qalandan sonra dedim. Bu arada saçım rəngini çox soruşmuşsunuz. 8-11 eləmişəm. Evdə özüm eləmişəm. Bu aralar yaman dadanıb evdə özüm eləyirəm saç rənglərini. Parası getdi. Napolyon tortudur. Bu da bisketli. Ne ilidi bu? Malina. Malina. Bunun dadına heç vaxt baxmamışam. İndi baxaq. Bu hissədir. Mən yediğim hissə deyil ama. Bu nədir belə? Baxdı deyil. Bir dənə dadına var. Mən ölüm, ondan da öyle alaq. Bir dənə dadına var. Bilsən ki, məcbur verəcəm. Mən Özün yəni. qaşımla yiyəcəksən, ala. Ala. Ala qışqıraram, ala. Ucundan yedi. Ağızda eriyor. Tana bəyəni. Sən Napolyon tortundan yaxşıdır. Benim seçimim bu oldu. Çok tatlıdır. Yiyip durmuşam da ona göre. Ben çekmemişim dedim çekim hakikaten muhteşemdir. Burada şu an tatların hamısına bakmışam. Asıl tadı çok peşeydi ama seçim arasında kalsak bu yüncüldü. Bu da çok peşeydi. Ben de tatların çeşidi oldu. Tatlar çok peşeydi. Murat da Napolyon yemişti ama kurtardı. Peşeydi. Şimdi hesabı ödüyor. Bana dedi sanırdı ama pulum yoktu. Ne oldu? Pulum yoktu. Dedem aladan. Oba, pahalı saat olanı belə olur da. Çok katı çıxarda bilmirdi ki. Çok katı çıxarda bilmirdi. Çok hızlı yakınlaştıra bilmirdi ki. Her şey ona koşup diye kızlar ondan eləyir. Bundan bir abdelim bu da baksın. Ne göstermezsin öyle yoksa bir şey eləyirsən. Marketdə də belə eləyirsən. Yo, ödemek istedim alınmadı. Deba, aslında olmalı Deba. Bak, prosto kart kullanılamıyor. Parolaya girine vuran parolaya girmir. Mən sən ucuz saat almışdım da. Onu taxmadın deyə bu da işləmir. Mən sən ucuzunu almışdım, bəyənməyib taxmadın. Məndən bu yaxınlaşdıran kimi çıxırdı. Atlarına boyda. Baxım gör, mən onu heç də qoşmamışam. Oo Murat, maşın burada qapılarını açıyorum. Evet. Evet qapı. Ay Murat, oraya niyə getdin? Ay beni sərdən özüm bir şey yaparırdın, evdim imkanlısan. Buna da şükür. Heç də buna da şükür.
Get xalancılə elə. Miran, get xalancılə biz də gəlik. Sağ ol. Bilmişdi bu. Deyirəm gözlə sən çəkim. Sağ ol elə mamaya, sağ ol elə. Sağ ol, elə görmədim. Sağ ol elə. Öpsük yolla. Öpsük yolla. De mama gəl, sağ ol. Sağ ol. Sağ ol de. Sağ ol. Sağ ol. Miran qoyduq. İndi Muratdan gedirik. Dostlarımla görüşməyə. Hadi baxatma oyumuzda inansız bilmirək nə eləyək. Əslində bəzi işlərimizi həll eləmək istədik, alınmadı. Təkcə hərə gedirik. Murat getdi. Çölyanlar gəlsin. Gördüm. Dəndar küçəmiz var idi, qısa yolumuz. Bu da gəldik, Əhmədlidə ilişdik. Burada həmişə dava düşür. Dava var, yolları bağlayıblar. Ay dədə. Yavaş marşımı dağıtma. Uşaqdan danışırdım. Satmışdır. Mən bayaqdan sevinirəm ki, nə yaxşı 35 dəqiqə Əhmədlidən biz Atatürk Parkına çatacaq bu probka ilə. Elə 15-ini qaldıq burada. Murat gördün ne geçek dedi. Sen ol tapdım Edir. Bunlar diğer profilde şəkilləri de var. Hay Allah. Oğlum uşaqlar niye YouTube yerləri sevirlər? Maraqdan baxırlar hə? Baxırlar buna görə. Əmir iki kişi maşın görürəm. Ama söz iyiydi. Saç arkasında. Sen de geçen sesin var. Sağ ol. Geçen. Trafikte kolaylasın valla. Benim o Yok. siz. Ha. Ne bildin? Kitabımızın adı nedir? YouTube'du. Ha YouTube'du. Ha. Meryem Murat. Ne Meryem ne? Murat. Murat, Meryem Murat. Ailesi. Kimse telefon tezbesi. Neyse. Göze gel. Gözün telefon çıkardın. Ha ciddi. Telefon çıkardım gözden. Takipçim artır. Bir de 10K olabilmedim değil mi? Neçə sənə qaldı sayın de dostum. Üç kaldı. Ha bu belədir də səbri yoxdur ki. Sopalıları qaldı. Ver. Adiyan melek maşın geliyor. Ha maşın verir. Var yenə. Ver. Gözle geldi. Sarımızdan görüşdük. Evet, bak çok zibil. Ne olsun? Sağ ol, yiyəndə boğazında qalmadı. Hə? Yiyəndə boğazında qalmadı. Boğazın çürüsün. Bəh. Yeməklərimiz də gəlir yavaş-yavaş. Demə balıq elə budur. Budur, yoxsa gəlir? Başlanızdır məsələn. Deyir, buranın balıqlarına söz ola bilməz. Qızlar, Bunu harasını yeyəsən? o qədər yer Hər oldu yerini. ki, kabinetdə bir dənə də yer yoxdur da. Axırda bu boyda məkanda gəlib oturmuşuq, baxın. Bizi görün, hala sağ olsun. Əslində Murat buranı bağladıqdı, hə Murat? Bəli. Mənim yoldaşım o qədər pulu çoxdur. Bu birisi də məxvi işdə işlədiyi üçün bizi üzünü çəkməyə qoymur. Narahat olma, çəkmirəm. Ay Murat, ağzın qızışıb danışırsan, nə bax. Balıq gəlir, qutarır. Balıq gəlir, qutarır. Röya gəldi, röya. Bir dənə xəyal yedi. Aferin, nə olub Ya baba? bir icazə ver də bizə də. Oy. Türkçə gözündə var ha. Gözüm dəydi sənə koçu. Buna əllə nə verəm, buna bax. Hər şey qayda. Qəşəng dəmir. Həqiqətən də xəyal var, dediyiniz kimi var. Şu saat 4'e kadar buradayım. Ay, nə 4 deyib, məsələn, bugün bura bağlanmayacaq. Şu ora geçseydi belə olmasın. Sırdaşım oldu tükenip gitti hayatım. O da çok tabii geçersin o da. Bu nasıl yürekleri anla. Geçen ay bu kendisi. Hayır. Terço. Çüz. Geç öyle göbeğe. Hayır.
Sansaydım gelmez miydim ya? Seni gitsin görmez miydim ya? Dünyayı etmez miydim ya? Aramam. Sormam bir daha yalvarsam bir Allah'a. Sıkılmazsa geleceğim sabaha. Aramam. Peşinden gelirsen kaçırmam bir daha yalvarsam bir Allah'a. Çıkmasa geleceğim sabaha. Aramam. Geldim kaç kere dünyamı ettim kırıldım sana bir kere aramam. Sormam bir defa aramam. O gece kalmışam hasretimde. Ne zaman gözüm çekebilir dost gibi gözüme gelebilirim yok olur benim gözümün yaşını silebilirim gözümün yaşını silebilirim yok olur benim. Suya hey, bu adam benim babam. 8 köşe kasketiyle onu çok da sıkıtıyor hey. Zibinde yok, zibinde yok parası, patladı cigarası, yüreğimde değil yarası. 6 çocuk büyütmüş, birisi maaşıyla. Sana beni ölümlere, beni zulümlere götür. Basıyor kızlar. Uşağı halaya tapşıranda yəqin ki böyle olur. Bir tane tatucu var. Adı yadımdan çıxdı. Murad deyir ona oxşuyur. Aydaban başına necə təmizləyir. Bəhməcdə su vermişəm. Aparam bağçaya. Elə çox yorğunam. Hər səhər duranda ya uşaq çay içməlidir da. Yoxsa özünə gələ bilmir. Kəsəyə salam. Düşmüşəm 28-ə. Bəzi şeylər var ki, onları almalıyam. Aldıqlarımı da sizinlə bölüşəcəm. Problem oldu ki. Gəlmişəm Rexon almağa. Amma mavisini yoxdur. Tutarıb deyəsən. Yoxsa mən görmürəm. İndirimləri var. Dezodorandadır. Yaxşı Rexonadır qıza. Biz mən mavisi istifadə edirəm. Demirana gəlmişəm yağ almağa. Görüyorum üçün. Aldıqlarımı sizinlə bölüşəcəm. Bir şey axtarım, tapa bilmirəm prosto. Getdim bağçadan gətirdim. Aldıqlarımı sizinlə bölüşmək istəyirəm. Çox şey almamışam. Hələ falıq gətirirəm. Yəni biraz. Çünki aşağıda əlimlə daşıyıram da. Çoxala bilmirəm. Mirada belə bir fırça almışam. Mirada belə bir fırça almışam. Bu deyirlər zoba xeyirdir. Bilməm nə qədər acı bir şeydir. Bahalıdır kilosu. Bu da magnezyumdur deyə. Bizlər bunu gec-gəl yeyir. Desmatlı almışdım. Boranı tumudur. Böyle pingüven. Böyle varmış. Böyle bir üz yuma silmək üçün Rexona yağ, ağız yaxalamaq üçün yağlı kağız,
burada nedir? Turşu. Bir tane de fırça. Şu kadar kurban olma. Videonu burada sonlandırıram. İzlediğiniz için çok sağ olun. Kısa da olsa üzülü sayın. Bir de Meyana pampes almışım. Dedim açmamızı yırıştırım. Sağ olun.